Salam değerli soydaşlarımız, salam değerli ülküdaşlarımız. Bildiyimiz kimi son günlərdə İsrail ilə İran adlanan ölkə arasında savaş getməkdədir. Əlbəttə, bu savaş bütövlükdə insanlıq üçün bir faciədir. Ancaq bu savaşda ən çox məğdur olan, ən çox əziyyət çəkən İran adlanan ölkədəki türk xalqlarıdır, o cümlədən Güney Azərbaycan türkləridir. Güney Azərbaycan türkləri bir tərəfdən Molla Fars rejiminin özünün qurbanıdır. 50 ildən çoxdur ki, İslam adı altında fəaliyyət göstərən bu rejim əslində türk xalqlarının bütün hüquqlarını əlindən almışdır. Hətta ən sadə dil hüququnu, digər mədəni hüquqlarını əlindən almışdır. İsrail dövləti isə özünə görə haqlı olsa da, hər halda bu da insanlara bütövlükdə, bəşəriyyətə zərər verir. Bizim burada bircə yolumuz var, bircə hədəfimiz var. Öz xalqımıza, Azərbaycan türklərinə, türk xalqlarına sahib çıxmaqdır. Biz çalışırıq ki, Azərbaycan türkləri, bütün türk xalqları məhz öz hüquqlarını bərpa etsinlər, öz azad dövlətlərində yaşasınlar. Biz heç bir kəsin tərəfində deyilik. Biz haqqın, ədalətin və türk xalqlarının, Azərbaycan türklərinin tərəfindəyik. Yəni, Molla Fars rejiminin nələrə yol açdığı, bu təxminən 50 il ərzində nəinki türk xalqlarını, digər xalqlara hansı əzab əziyyət verdiyini də yaxşı bilirik. İsrail adlanan dövlətin də bölgədə apardığı qeyri-humanist davranışları da yaxşı bilirik. Yəni, bizim üçün önəmli olan yalnız və yalnız Azərbaycan xalqının maraqlarıdır. Azərbaycan türklərinin maraqlarıdır. Öz milli dövlətimizə sahib olmaqdır. Biz bütövlükdə Azərbaycan xalqı olaraq əsas məqsədimiz milli haqlarımızın bərpa olunmasıdır. Biz milli haqlarımızın bərpa olunmasına da çox yaxınıq. Biz öz azadlığımızı özümüz əldə edəcəyik. Yəni, istər İsrail olsun, istər İran adlanan ölkə olsun, onlar bizim maraqlarımıza xidmət edə bilməz. Azərbaycan türklərinin, türk xalqlarının maraqlarına ancaq özümüz xidmət edirik və bu yolda özümüz yürüyük. Biz bu yolu hər daim öz ruhumuzla yürümüşük. Bu yolda onlarla dövlət qurmuşuq. Ona görə də indiki anlamda da biz ancaq öz dövlətimizi öz ruhumuzla, öz gücümüzlə quracağıq. Yəni, burada bizi hər hansısa bir tərəfə çəkmək və tərəf kimi göstərməyin heç bir anlamı yoxdur. Azərbaycan xalqının, Azərbaycan türklərinin bir yolu var, bir tərəfi var, bir marağı var. Ancaq özümüzük, öz marağımızdır, öz yolumuzdur və biz bu yolda sonuna qədər gedəcəyik. Yəni, biz artıq kimlərinsə tərəfində olacaq bir xalq deyilik. Yəni, son əsrlərdəki bu problemi yaşadıq, biz artıq öz yolumuzda